Salam əziz Sport 1 izləyiciləri, ötürmək yenidən efirdədir. Həmişəki kimi mən İlkin Sultanlı və daimi ekspertimiz Kamal Bayramov sizləri salamlayır. Xoş gəlmisən Kamal. Mən də hər kəsi salamlayıram, xoş gördük. Premier Liqada artıq fasilə elan olundu. 16-cı tur başa çatdı. Maraqlı 6 görüş izlədik və 16-cı turdan öncə 1-ci turdan təxirə salınmış bir vacib oyun keçirildi. Sabah Masazırda Qarabağı 2-1 hesabı ilə məğlub etdi. Mən bu görüşə əsl Premier Liqa, yəni əsl İngiltərə Premier Liqası səviyyəsində oyun deyərdim. Sabah çox vacib qələbə qazandı. 1-0 geridə idi və geri dönüş edərək Ağdam təmsilçisini məğlub etdi. Sən nə gördün oyunda? Biz əslində bu çoxdandır ki, belə bir oyun izləmirdik. Həqiqətən darıxmışdıq belə bir oyun üçün çempionatda. İlk 15 dəqiqəni Qarabağ Sabaha üstələdi. Sonradan Sabah geri dönüş elədi. Möhtəşəm bir futbol oynadı. Hətta mən deyərdim ki, ilk hissə başa çatmamış hesabı daha da öz xeyrinə dəyişib daha yaxşı işlər görə bilərdi polyada. Qarabağ bilinir ki, hal-hazırda həm fiziki, həm psixoloji yorğunluq var Qarabağda. Bunu zaten baş məşqçilər də etiraf edir ki, yəni komanda çətin bir marafondadır. Çempionlar Liqası, çempionat. Çempionlar Liqası da bir başqa bir mühitdir. Bugün futbolun pik nöqtəsidir. Qarabağ mən düşünürəm ki, qışdan sonra yenə özünə gələcək bərpa olacaq. Qarabağın bir sistemi var, bir qurulma sistemi var və o öz futbolunu bərpa edəcək. Amma oynanılan futbol həqiqətən çempionatda hər kəsə çox xoş oldu. Yəni belə bir futbol çempionatımızda oyunlar bu səviyyəyə qalxsa, çempionatımızın səviyyəsi daha yuxarı qalxar. Sabah klubu son dönəmlər möhtəşəm bir çıxışı var. Yəni bu marafonu davam edirlər bu qaydada və mənim üçün maraqlı olan bir məqam odur ki, Sabah qış fasiləsindən sonra bu tempi saxlaya biləcəkmi də? Yəni bizim klublarda stabillik həmişə çatışmır. Bu tempi saxlaya bilsə, yəni möhtəşəm bir komanda qrupları, özə baxırsan ki, heyət də yəni gənc heyətdir. Yəni belə yaşlı futbolçular, o qədər də yaşlı futbolçular yoxdur. Gözəl futbol izlədik. Belə futbolun olmağı, belə oyunların olmağı həqiqətən də bizim üçün xoşdur. Oyundan sonra diqqətimi çəkən bir məqam oldu. Qurban Qurbanova sual verdilər ki, narahatsızmı, çempionluq əldən gedər deyə. O da bildirdi ki, mən hər il narahatam ki, bir gün onsuz da nə vaxtsa bitəcək. Çempionluq marafonunda kimsə bizə vacib rəqib olacaq. Bu mövsüm daha çox görsənir sanki Qarabağda narahatlıq. Mən bu mövsüm Qarabağ çox ağır oyunlar keçirir. Yəni Çempionlar Liqasında həqiqətən də gözləmədiyimiz bir nəticələr var idi. Qarabağ xallar topladı. Komanda fiziki və psixoloji olaraq yorulub. Məncə bu qış fasiləsinin yerinə düşür də, yəni Qarabağ üçün təzədən yenə bərpa olmağa. Amma bir baş məşqçidir. Hər dəfə bir narahatçılığı var onun. Zaten bu komandalarda harasa inkişaf edəcək. Bu illərdir belə davam edir. Kimsə onunla bir rəqabətə girəcək. Bugün Sabah girib rəqabətə hal-hazırda bugün real olaraq çempionatda görsənir. Amma daha bir 2-3 komanda da bu marafona qoşulsa daha maraqlı bir çempionat izləyərdik. Sadəcə azarkeşlər az gəlmişdi. Yəni bu oyunun stadion dolmasını istəyərdim mən. Özü oyunda çox yaxşı vaxtlar idi. 4-cü gündüz elə bir Avrokubok oyunu idi da, yəni gəlmək olardı. Həm Qarabağ azarkeşləri, həm Sabah azarkeşləri daha çox gələ bilərdilər. Yəni belə oyunlar çempionatımıza 1-ə 5 maraq qatır. Azarkeşlərin olması daha çox həyəcanlı eləyir. Həm hər iki klubun rəhbərliyi belə məqamlarda bir təbliğatı işləri çox görsələr. Mən təbliğatı işlər deyiləndə sosial şəbəkələrdə promo videoların hazırlanıb təqdim olunmasını demirəm. Yəni istənilən səviyyədə indi süni intellektlər var, yəni yaxşı montaj proqramları var. Mən inanmıram ki, video promolar insanları futbola meydana cəlb edəcək. Hansısa bir kampaniyalar keçirmək olar, hər hansısa bir təbliğatı işlər görmək olar. Masazırda və Xırdalanda əvvəllər edirdi Sabah rəhbərliyi. Gəzib bir-bir insanları dəvət eləmək olar. Nəsə eləmək lazımdır ki, həm Sabah Qarabağ, Sabah Neftçi, Neftçi Qarabağ
bu tipdə oyunlarda heç olmasa Bakıda keçirilən bu tipdə oyunlarda maraqlı bir azarkeş baxımından oyun izləyək. Keçək son turun 16-cı turun oyunlarına. Kəpəz Qərb derbisində Turan Tovuza 2-0 hesabı ilə məğlub oldu. Gözlənilən bir nəticə idi. Düzü 4 tur idi ki, Turan Tovuz qələbəyə həsrət idi, amma bir sıra çatışmazlıqlar ücbatından heyətdə bəzi dəyişikliklər olmuşdu. Faiq mərkəz müdafiəçi oynayırdı. Mən birinci elə bildim ki, 4-lü müdafiə ilə oynayır Qurbanberdiyev açığı. Sonra gördüm ki, yox 5-dir, amma bəzi hallarda 4-lüyə doğru gedirdi. Yəni dəyişir. Oyunun gedişatında yəni ola bilər. Bəli. Sağ cinahda oynaya bilmədiyini göstərib qaçırdı qabağa, belə bir şey. Görsənir ki, Qurbanberdiyev də anladı ki, məcburiyyətdən belə ikili gedişlərə etmək lazımdır. Oyunun zəhmət olmasa məşqçi olaraq şərh edərdim. Əvvəla başlayım Kəpəzdən. Kəpəz bir tur qabaqdan qələbəsi var idi. Mən dedim daha yaxşı motivasiya ilə çıxar oyuna. Çünki elə bir zonadadır ki, ona mütləq şəkildə xal lazımdır. Həm derbidir, burada azarkeşlər amili də var. Amma oyunu baxdım ki, çox az sayda azarkeş izləmişdi. Kəpəz ümumiyyətcə Turan hər tərəfdən, yəni Kəpəzi üstələdi. Yəni baxıram ki, qapıya bir zərbə olmalı. Kəpəz tərəfdən bir təhlükəli bir zərbə də olmalı, qapıya hansısa bir hücumlar zıtlar. Yəni bir tur qabaqdakı qələbə bilmirəm hardasa komandanı yatırtmışdı, ya düzgün hazırlaşa bilməmişlər oyuna. Vacib oyunudur, son oyunudur. Yəni bu oyunda çalışmalıydı ki, Kəpəz xal qazansın, amma yəni oyun onu göstərdi ki, Turan həm kağız üzərində, həm də meydanda dominant idi. Turana gəldikdə, Turan son dönəmlər müdafiədə böyük problemlər yaşayır. Baxırsan ki, müdafiə xəttində orada əznəbilərdir hamısı, amma istənilən keyfiyyəti vermirlər komandaya. Yəni komandanın bugünkü götürəndə orta xəttində möhtəşəm bir orta xətti var orada. Yəni demək olar ki, Qarabağdan, Sabahdan sonra ən yaxşı orta xəttə malik olan bir komandadır. Amma müdafiə xəttində problemlər var. Faiqin bu oyunu da izlədim, oyuna baxdım ki, yəni Faiqin bu oyun komandaya böyük qatqısı var. Çünki adam bir döyüşkəndir. Yəni mübarizələri uduzmur, birə-bir mübarizələrdə uduzmur. Faiq ümumiyyətcə o mövqedə də oynayıb və oynaya bilər. Bu iminli o demək deyil ki, biz burada hamısı əcnəbidir və əcnəbiləri oynatmalıyıq burada. Bizim üçün bugünkü gündə hansı futbolçu keyfiyyətlidir və o da oynamalıdır. Təəssüflər olsun ki, Şəhriyar hal-hazırda komandanın kapitanı Şəhriyar zədəlidir. Yəni zədəsi yəqin qışdan sonra bərpa olacaq. Amma ümumi götürəndə orada Ayxan Hüseynovun, Faiqin meydanda olması komandaya bir başqa motivasiya verdi və oyununda tamam dəyişiklik gördük. Oyuna gəldikdə isə Turan həm kağız üzərində, həm də meydanda 90 dəqiqəni dominant oynadı. Turan Tovuz mövsümün əvvəlində iddialı açıqlamalar verdi klub rəhbərliyi ki, biz də bunu müzakirə etmişik dəfələrlə, biz çempionluğa oynayırıq. O 16 tur ərzində çempionluğa oynayan Turan Tovuzu görə bildikmi? Yox, son dönəmlər ağırlıqsa 4 oyundur Tovuz komandasında bir eniş yaşayır. Yəni bu normal bir haldır. Bütün klublarda ola bilər. Məsələn, Araz Naxçıvan da, digər komandalarımızda da eniş dövrünü yaşaya bilər. Keçən ilə baxanda Turan ikinci dövrədən sonra, qış vasitəsindən sonra eniş dövrünü yaşadı. Amma bu il qış vasitəsinə çatmamış eniş dövrünü yaşadı. Amma belə götürəndə bir oyun təxirə salınmış oyunu var və hal-hazırda 27 xalı var komandanın. Qəbələ ilə də oyun, bir qələbəsi də yenə ilk üçlükdə öz yerini təmin edir. Məncə düşünürəm ki, qış vasitəsinə qədər qarşıya qoyulan tapşırığı maksimum yerinə yetirə bilər. Heyət baxımından Faiq haqqında danışdın. Bu həm İngiltərə Premyer Liqasında, həm digər çempionatlarda görürük, limit olmayan çempionatlarda görürük ki, limit olmasa belə müəyyən komandalar var ki, daha çox da belə deyək də paytaxtdan uzaq komandalar, bölgə təmsilçisi. Orada bir komandanı daşıyan bir kapitan və yaxud da ki, bir yerli futbolçu olur. Mən də düşünürəm ki, Faiq və yaxud da Ayxan Hüseynov, Şəhriyar özü olsa
Şəhriyar bu komandanı meydanda motivasiyacı bir yerli futbolçu olaraq öz sözlərini deyə bilərlər. Müəyyən vaxtlarda həqiqətən mənə də çox maraqlıdır ki, Berdiyev nəyə görə bax pis dövrdə, pis məqamda Faiq səni yola verə bilirsə, işvə yarayırsa, demək ki, hər oyun Faiq Hacıyev sənə kömək ola bilər, dəstək ola bilər. Azarkeş amilindən yenə danışım. Yəni günü-gündən Kəpəz Yevlağa gəldi ki, daha yaxşı, daha çox azarkeş gəlsin. Günü-gündən azalıb 500 azarkeş istəyib bu oyunu. Özü qərb derbisidir. Həm Tovuza yaxın bir şəhərdir, rayondur Yevlax. İki komandanın birlikdə 500 azarkeş. Bəli. Cəmi protokolda 500 azarkeş gözlənilib. Turan Tovuzu başa düşmək olar, sosial şəbəkələrdə elə bizim paylaşdığımız videolarda görsənir ki, azarkeşlər küsüblər. Bir çoxları şəxsən mənim profilimə yazılan rəylərdə, yəni həm Facebook, həm TikTok hesablarıma yazılan rəylərdə hiss edirəm ki, son nəticələrə görə Turan Tovuz azarkeşləri inciblər və oyunlara gəlməyəcəklərini deyirlər bəziləri. Bəlkə ona görə gəlməyiblər, amma Kəpəzi başa düşə bilmirəm. Çünki komanda pis vəziyyətdədir. Bəlkə Kəpəz azarkeşləri də küsüb. Çünki bu nəticələri artıq üçüdür ki, dözə bilmirlər də, yəni ki, nəyə gedək, yoxsa son turlarda qalacaq Premyer Liqada. Tovuz azarkeşləri ümumiyyətlə çılğındılar da. Yəni bu azarkeşlər futbolu sevirlər, futbolu bilirlər. Demək olar ki, rayon olaraq hər kəs futbolla yaşayır. Son oyunlarda biraz eniş olduğuna azarkeş də biraz aqressivləşdi. Biraz oyun baxımından komanda zəif çıxış elədi. Ona görə düşünürəm ki, sosial şəbəkələrdə də, digər yerlərdə də yazılan rəylərdə hardasa aqressiv olan insanlar olur. Bu normal bir haldır. Bu günümüzdə olan bir normal haldır. Mən düşünürəm ki, Tovuz azarkeşi sona qədər komandasının yanında olsun, dəstəkləsin və belə bir şey deyim də, yəni orada böyük işlər görülür də, yəni komanda üçün böyük, komandanın böyüməsi üçün böyük işlər görünür. Ola bilər bu yolda eniş var, yoxuş var, yəni komandanın hər vəziyyətində hər bir Tovuzlu, hər bir Tovuz sevər, komandanın arxasında olsun, dəstək olsun. Bu gün məğlubiyyət də ola bilər, qələbə də ola bilər. Zaten biz bunu yəni qələbəsinə görə, məğlubiyyətinə görə sevmədik. Biz bunu Turan olduğuna görə sevdik və ona görə də sona qədər də hər kəs onun arxasında olmağa çağırıram, dəstək olmağa çağırıram. Karvan Yevlax Neftçini qəbul etdi. Yevlaxda maraqlı oyun oldu və Neftçi çətinlik də olsa 2-1 hesabı ilə qalib gəldi. Mən oyundaydım. Oyunu izləyənlər arasında Neftçinin müşahidə şurasının üzvü, həm də təhsil nazirimiz Emin Əmrullayev də izləyirdi. Maraqlı oyun oldu. Az da olsa azarkeş var idi. Yevlaxlılar düzdür, o qədər çox maraq göstərməmişlər. Neftçi azarkeşləri biraz maraq qatdı oyuna. Yenə deyirəm, Karvan Yevlax bu oyunda ən azı bir xal ala bilərdi. Amma futbolçuların fərdi keyfiyyətləri, daha çox da Emin Mahmudovun komandanı öz çiynlərinə alıb daşıması, bir məhsuldar ötürmə, bir qol vurdu. Komandaya 3 xalı qazandırdı. Emin Mahmudov zaten bu komanda üçün önəmli adamdır. Yəni Emin yəni komandanın kapitanıdır. Bilirik ki, komandanın istənilən vaxtı istənilən motivasiyanı verə bilər, yığa bilər komandanı. Ümumiyyətcə bu futbolçudan maksimum dərəcədə yararlanmaq lazımdır. Yəni bu futbolçunu kənara atmaq, nə bilim, mən fikirləşmirəm də elə bir şey. Bu futbolçunu ataq kənara. Bundan qabaq orada məsəl üçün kapitan poveskasını, bu sarğısını şeyə vermişlər. Qapçıya. Bu təzə gələn qapçıya. Kənan Piriç. Kənan Piriç. Yəni bunlar hamısı mənə biraz Yox, kapitan elə deyildi. İkinci kapitan Kənan Piriç idi. Emin oynamayanda o tapırdı. Bildim, amma o Kənan Piriç bu komanda üçün hələ heç bir fayda verməyib də. Yəni bu Poveskanın bu sarğını da bəlkə ona motivasiya vermək üçün bu sarğını verirlər, nə edirlər, amma bu sarğı yəni motivasiya üçün bir şey deyil də. Yəni bu sarğının bir ağırlığı var. Onu Emin daşıya bilər. Orada Rıza var, o birisi var. Yəni bugünkü gündə yəni Eminin komanda üçün mən Emin haqqında niyə danışıram? Həqiqətən də komanda üçün böyük bir fiqurdur Emin. Oyuna gəldikdə Karvanın oyunu bəyəndim. Yəni yaxşı mübarizə vardı. Yəni baxırsan ki, hardasa
komandada dəyişiklik var. Toxunuşlar hiss olunur. Yəni Füzuli müəllimin toxunuşları hiss olunur, komandada dəyişiklik var. Amma yəni bunlar nə qədər bu komandaya kömək eləyəcək, nə edəcək bu haqqda deyə bilmərəm. Çünki elə bir zor adamlar ki, yəni bu gün sabah oradan aşağı gedə bilərlər, qayıda bilərlər. Yəqin qış fasiləsindən sonra nəsə düşünəcəklər. Ümumən Neftçinin sonda vurub qələbə qazanmağı bəlkə gələcək oyunlarına da daha yaxşı motivasiya olar. Çünki o komandaya qələbə ruhu lazım idi. Onu da qazandılar. Vernudubun bir çıxışı xoşuma gəldi mətbuat konfransında. Mənim üçün ən vacib olan şəxs komandanın kapitanıdır. Emin Mahmudovun son bu oyunda inkişaf etdiyini gördüm və o mənə çox kömək olmalıdır. Çünki mənim ilk köməkçim mənim kapitanımdır. Yəni bu həm Emin üçün motivasiya olmalı idi, həm də belə deyək də, yəni sənə güvənirəm, onsuz sən mənim köməkçim mənasında bir açıqlama idi. Ümumiyyətlə Vernudubu mən ilk dəfə idi belə o Neftçinin bu Vernudub gələndən sonra ilk oyunu stadiondan izləyirdim. Bu danışıq tərzi, özünə inamı, hər şeyi qəbullanmağı, bəhanələr etməməyi xüsusi bir diqqətimi cəlb etdi. Mən düşünürəm ki, Neftçi bir-iki toxunuşda, bir-iki transferdə edəsə, Vernudub ilk dördlüyə, ən yaxşı halda ilk dördlüyə komandanın çatdıra biləcək. Bax, indi orada açıqlaması var da, mənim köməkçim kapitanımdır. Ümumiyyətcə, adam baxırsan ki, psixoloqdur. Yəni, təsir eləmək qabiliyyəti var. Ümumiyyətcə, komandanın kapitanı, yəni komandada kapitan eləyən, onu kapitan kimi formalaşdıran məşqçidir, rəhbərlikdir. Onlar, yəni bu insanlar bunu bilməlidirlər ki, komandanın kapitanı komandada çox vacib bir insandır. Bəli. Sən ona o qədər belə inam verməlisən, güvən verməlisən ki, yəni bax məşqçidir, gedir, oturur otağında, rəhbərlikdir, gedir, oturur öz otağında. Yəni bu komandanın içində bütün hər bir şeydən xəbər olan və oranı idarə edən kapitandır. Və sən ona o səlahiyyətləri verməlisən ki, bu istənilən səviyyədə komandanın razıvalkasıdır. Çünki ən önəmli yer razıvalkasıdır. Bəli, ehtiyat. Oranı o soyunub geyinmə otağı. Bəli. Soyunub geyinmə otağını mütləq şəkildə orada ağsaqqal deyəndə belə biraz biz çıxır. Yəni təcrübəli futbolçular, kapitan, ən önəmli yerin sənin oradır. Bax, indi baş məşqçinin bir açıqlaması deyir ki, mənim üçün ən birinci köməkçim kapitanımdır. Baxırsan ki, adam özü futbolçu olub və öz dönəmindən olaraq götürür ki, baxır ki, orada ən önəmli insan bunun üçün o kapitan olmalıdır. Aha. Və o oynadı, oynamadı, bunun üçün kapitan önəmli olmalıdır. Mən düşünürəm ki, komandada ilk atdığı addımlardan və verdiyi açıqlamalardan ən möhtəşəm açıqlamaydı. Kənan Piriç haqqında maraqlı məlumatlar var. Mənim özümü də cəlb etdi. Futbolçunu bir çox ölkələrdən, Türkiyədən 2 klub istəyir. Bunlardan biri özü də Super Liqa təmsilçiləridir. Biri Antalya Spor, bir də Qaziantep klubudur. Türkiyədə oynadığına görə maraq göstərilə bilər. Bundan qabaq da Türkiyədə çıxış etmişdi. Yəni məşhur İtaliyalı insider yazıb, Rudi Galetti bu məlumatı paylaşıb öz hesabında. Neftçinin Kənan Piriçə ehtiyacı varmı? Kənan Piriç götürəndə, yəni karyerasına baxanda, yəni belə pis qapıçı deyil. Demirəm sən bu başqa klublarda necə oynadı, nə etdi. Amma bugünkü gündə Neftçidə gələndən bu günə heç bir yəni köməyi, heç bir güc qatmayıb komandaya. Yəni bu günə qədər mən izlədiyim oyunlarda Kənan Piriçin Neftçi üçün hansısa bir addım attığını görə bilməmişəm. Yəni təcrübəsi var deyirlər, hamısı var. Biz də bilirik, yəni bunun təcrübəsi də var. Amma bu komandaya uyğunlaşa bilmədi. Yəni bugünkü gündə heç bir köməyi dəymir komandaya. Orada bizim 2 dənə yerli qapıçımız var. Rıza ilə Emin Balayev var. Has ki mən düşünürəm ki, daha çox, bundan daha faydalı ola bilərlər komandaya. Yaxşı qapıçıdır. Öz əvvəlki komandalarında yaxşı olub, amma bu komandada bunda alınmadı. Yəni düşünürəm ki,
bundan sonra da yəni o qədər də yəni mən belə baxıram ki, yəni yayda bəlkə də və yaxud o bir sezon yollara ayıracaqlar. Neftçi üçün deyil bu qapıçı. Neftçinin öz qapıçıları var. Əgər onlar da bunları qane eləmirsə, digər bir başqa bir variant əl ata bilərlər, amma Piriç Neftçi üçün faydalı deyil. Bizə daxil olan bir məlumat var. Əməkdaşlarımız Sport 1-in əməkdaşları yayıb. Kənan Piriçə həm də Polşanın Lodz Vizdev klubu yaxından maraqlanır və bu futbolçunu transfer etmək istəyir. Klubla təmasa keçib-keçilmədiyi bəlli deyil, amma daha bir Türkiyənin Antalyaspor və Qaziantep klublarından sonra Lodz Vizdev klubu da futbolçudan maraqlanır. Mən düşünürəm ki, bu qədər maraq varkən satılması... Bu fürsətdən istifadə olunmalıdır. Həm klub qazansın, həm müqaviləsi də var hətta. Yəni aşağı-yuxarı bir yarım milyona satmaq olar. Sata bilərlər. Əgər elə bir təkliflər varsa sata bilərlər. Mən inanıram ki, orada həmin o iki qapıçı Haski, Emin Balayevlə Rıza Cəfərov lazımı qaydada komandaya kömək edə bilərlər. Çempionatın digər oyununda Zirə yenə İmişliyə xal itirdi. Bu mövsüm İmişlini məğlub edə bilməyib bu komanda. Hesab 0-0 bitdi. Düzdür, Zirə daha üstün futbol sərgilədi və İmişli bir balaca müdafiə meyilli oyun çıxış etdi. Sən nə gördün qarşılaşmada? Zirənin ümumiyyətcə son dönəm hücum xəttində, yəni yaranan problemlər açıq-aşkar onu baş məşqçi də etiraf edir ki, yəni burada bir çətinliklər çəkirik. Yəni son oyunlarda görüşük, qol vurmaqda problemləri var. Qol epizodlarına girirlər, hansı ki fürsətlərdən istifadə edə bilmirlər. Bu xal itkiləri Zirə üçün qış fasiləsinə yaxın məncə böyük itkidir. Çünki elə bir dönəmə başlayacaqlar ki, qış fasiləsindən sonra hansı ki itildən hər bir xal sonradan öz təsirini göstərəcək komandaya. Yəni Rəşad Sadıqovun da açıqlamasına baxdıq orada. Transferlər istəyir, rəhbərliklə danışacağıq, transferlər olacaq, olmayacaq, onun rəhbərlik qərar verəcək dediyi imkanıma çatacaq, çatmayacaq. Amma məncə hücum xəttini düzəltməsə eyni problemləri yaşayacaq. İmişli ilə bağlı, İmişli öz dəst xəttində davam edir. Yəni birinci ilin komandası çox bəyənirəm həqiqətən də. Yəni çempionat başlayandan bu günə qədər də, yəni məğlub olduqları oyunda da, qalib gəldikləri oyunda da həqiqətən də bunların həm strukturları, həm dəst xəttləri bəyənirəm. İnanıram ki, qış fasiləsindən sonra da məşqçi çempionatı daha yaxşı tanındı. Bəlkə bir-iki nəfər də kimlərsə transfer eləyib komandanı gücləndirəcəklər, daha yaxşı komanda olacaq. İnşallah. Bu gün səhər verişə gəlməzdən öncə bir xəbər oxudum. İmişli Affanı FIFA-ya, yəni KASA, beynəlxalq arbitraj məhkəməsinə şikayət edir. Sumqayıtın oyununda texniki məğlubiyyətə görə nə düşünürsən, nə qədər şansları var? Yəni geri qaytarılması üçün, 3 xallarını geri qaytarmaqları üçün beynəlxalq arbitraj məhkəməsinə şikayət edir. Bu barədə bir məlumatsızam, yəni bir söz deyə bilmərəm. Bu indi şikayət hər kəsin haqqı var, şikayət etmək, yəni hüququdur. Yəqin araşdırıblar, yəni durub boş-boşuna da şikayət eləməzlər ki, yəni hansısa bir çıxış yolu görürlər ki, orada. Qərar necə olacaq? Ya qərar yaxşı olacaqsa, o bərpa olunacaqsa 3 xal sevindirici bir şeydir. Komanda məsələn sevinərəm ki, məsələn İmişli kimi bir komandanın 3 xalı bərpa olacaq. Bu qədər. Biz də maraqla izləyirik bu prosesi. Əgər belə bir məsələdə klub qalib olsa, yəni həm Azərbaycan tarixində bir ilk olacaq, dünya tarixində bilmirəm belə bir hadisələr baş verib yoxsa, amma Azərbaycanda belə bir şey olmayıb. Klub beynəlxalq arbitraj məhkəməsinə müraciət etsin və xalının geri qaytarılması ilə bağlı. Klubun iddiası da belədir ki, biz protokolda bəli onlayn şəkildə səhv etmişik. Sadəcə texniki bir səhvdir. Oyunçunun adının qarşısında belə deyək quş işarəsi, yəni qoyulmayıb, amma öz protokollarımızda
və öz şəxsi sosial şəbəkə hesablarımızda oyunçunun adını protokolda göstərmişik. Burada təkcə klubun yox, həm də hakimlərin də səhvi var, AFFA nümayəndəsinin də səhvi var. Onlar xəbərdarlıq etməli idi ki, bu oyunçunun adı protokolda yoxdur əvvəlcədən. Yəni birbaşa oyun üzərində kim məsuliyyət daşıyırsa, hamının səhvi var. Ona görə hamı cəzalanmalıdır ən yaxşı halda və yaxud da ki, bizim 3 xalımız geri qaytarılmalıdır. Məncə haqlı iddiadır, haqlı. Ümumiyyətlə bu protokol məsələləri filan çox oldu. Bax o məsəl üçün bu limit olan vaxtı limitlə bağlı səhvlər olurdu. Az ki limiti aşdı. Məsələn mən bir oynadığım oyunda biz Zirən FC oyununda deməli oyun səhv eləmirəmsə 2-1 idi və ya 2-2 idi. Belə bir bizə də qələbə lazım idi. Neftçi legioner limitini aşdı. Avtomatik olaraq oyunun ortasında, yəni biz oyun gedə-gedə biz bildik ki, biz yəni 5-0-da udursaq bu oyunu, udursunuz. Biz qalib gəlirik oyunu. Bir 10 saniyəmə, 30 saniyəmə belə bir şey çəkdik. Yəni legionerin biri artıq girdi polliyə, digəri çıxdı. Yəni belə bir hadisə baş verdi və biz həmən oyunu, yəni 3-0 qələbə ilə o Qarabağın oyunlarında da baş verir. Bəli, ondan sonra o vaxtı yadıma gəlir ki, Rəvan Simurq oyununda da səfərdə baş vermişdi. Yəni belə hallar baş verir. Yəni orada biraz da hakimlər diqqətli olmalıdır və oradakı AFFA nümayəndəsi, digər şəxslər az ki buna nəzarət edirlər. Rəşad Sadıqovun açıqlamasından danışdı. Mənə çox belə necə deyim, normal olmayan açıqlama kimi gəldi. Bax, deyir ki, hücumçumuz yoxdur. Volkov 12 həftəki zədəldir. Yəni hücumçu tapa bilmirəm. Pulumuz yoxdur oyunçu almağa, limiti keçmişik. Onsuz da 100.000 ödəmişik. İndi gəlib 200.000 ödəməliyik, yenə transfer olunsa. Bunlara nəzarət edən kimdir? Necə nəzarət edən bunlara? Yəni bu sən bilməlisən ki, əvvəlcədən məşq elətdirirsən, yüklənməli futbolçunun yüklənməsini bilməlisən. Bu oyunçunun ayağı qırılmayıb. Yəni məşq toqquşma olmayıb. Limiti keçdiyi mövsümün əvvəlindən bilməlisən. Papunaşvilini sən Papunaşvili yox, Vincent Tilə boşu-boşuna pul ödədin. Limitə getdi. Vincent Tilin soruşuruq ki, mətbuat konfransında Tili niyə transfer eləmişdiniz, niyə yollara ayırdınız? Qadir deyir ki, biz onun zədəsinin o qədər ciddi olduğunu bilmədik və sonra gördük ki, çox ciddidir. Həm futbolçunun özünə xeyirli olsun, həm kluba xeyirli olsun deyə Tillə yollara ayırdıq. Limitin biri, indi bir dənə futbolçu transfer edərdin hücumçu, 100.000 ödəyərdin, 200.000 ödəməzdin, 200 ödəmək məcburiyyətində qalmazdın. Yəni bu klubu, mən bilirəm ki, klubu başdan ayağa Rəşad Sadıqov öz əlində cəmləyib, hər şey. Mətbuat xidmətindən tutmuş, nə bilim də, futbolçu transferinə, skaut heyətinə kimi hər şey. Mətbuat katibi kimdir? Rəşad Sadıqov. İdman direktoru kimdir? Rəşad Sadıqov. Marketinq departamentinin rəhbəri kimdir? Rəşad Sadıqov. Skaut heyətinin rəhbəri kimdir? Rəşad Sadıqov. Hər şeyə nəzarət edir və axırda da gəlir, deyir ki, filan problemimiz var, filan problemimiz var. Qardaş, problem özündədir ki, qoy işin görmək istəyən adamlar hər departamentin işinə qarışmamalısan ki, hər işə özün rəhbərlik etməməlisən ki, sonra da həmin şəxslərdən tələb edəsən ki, niyə belədir? İndi biz bütövlükdə hər şeyi Rəşad Sadıqovdan soruşmalıyıq ki, bax, Tili niyə transfer elədin? Niyə Volkov uzun müddətdir zədələdi? Baqamovski niyə zədələndi? Deyirsən ki, Stefan Akkanı səhv eləmirəmsə dedi. Yox, İsa Cibrelyanı. İsa Cibrelyanı zədələ oyuna saldıq. Niyə İsa təzədən bir də zədələnsə, daha da pisləşirsə nə olacaq? Yenə müdafiədə boşluq problemi yanacaq. Nə bilim, mən başa düşmürəm də, yəni bütövlükdə yəni necə oldu deyə bu 4 il ərzində, 4 ildir səhv eləmirəm, 5-ci ilə keçir. Bütün bədbəxtliklər, bütün bəd proseslər, hətta yəni bəlkə də Allahın Rəşad Sadıqova olan bir sevgisi deyə bu boyda problemlərin içərisində Rəşad Sadıqovun komandası 2 dəfə, 3 dəfə gəlib 2-ci il ola bilir. Yəni həqiqətən mən belə idarə etməklə, belə keçən dəfə yenə orada qeyd eləmişdim. Rəşad Sadıqov, bax məsəl üçün deyirsən ki, orada bütün hər bir şeyi özü görür, nə edir.
klub Rəşad Sadıqovundur. Bax belə. Mən oynamışam, o Zirənin 4 il Zirədə oynamışam, o dövrdə olmuşam orada. Bu həmin vaxtlar Rəşad Sadıqov Qarabağda oynayırdı və bizim klubla əlaqəsi var idi. Hansı ki, yox, klubun prezidenti orada Orxan müəllimdir və çox dəyərli bir insandır, futbol sevər bir insandır. Orada Rəşad Sadıqov məsəl üçün qeyd edir ki, biz Orxan müəllimlə, yəni klub rəhbərliyi ilə məsləhətləşməliyik. O klub rəhbərliyi, bax mən deyim də, yəni elə belə sıradan bir adam deyil ki, yəni bu gün Rəşad Sadıqov, Kamal Bayramov ona istədiyi formada onu idarə etməsini əlindən alsın. Elə bir adam deyil. Onu Rəşad Sadıqov orada qeyd eləməyinə görə mən səndən onu razılaşmıram. Nəyə? Orada Rəşad Sadıqov qeyd edir ki, rəhbəri ilə danışacağam. Mən bilirəm ki, həqiqətən də o rəhbəri ilə danışacaq. Çünki o rəhbəri elə bir insandır ki, ondan məsəl üçün bir üzr istəyirəm, yəni bir sıradan bir adam deyir ki, istədiyin formada və ya Kamal gəlsin, Rəşad gəlsin, bu klubu istədiyi formada idarə eləsin. Sadəcə olaraq səlahiyyətlər verib Rəşad Sadıqova bir baş məşqçi kimi. O bəyənilən bir şeydir ki, bir baş məşqçi kimi səlahiyyətlər verib. Orada transferlərdə bu transfer zədələndi, bu birisi nə elədi, bu başqa məsələlərdir. Amma hansı ki, bax bu idarə etmə söhbəti var, rəhbərlik, məşqçi, digər o klubda olduğum üçün deyirəm, onlar hamısı öz yerində və öz qaydasındadır. Bunu mən sənə tam əminliklə deyirəm. Vallahi açıqlamalarına elə görsənmir, amma yəni və biz də xəbərimiz var. Rəşadı bilirsən, Rəşad biraz çılğın insandır. Komandası üçün keçən dəfə dedim ki, yəni komanda burada mübarizə aparır. Rəşad da bu mübarizənin içindədir. Komandasının qalib gəlməsi üçün mətbuat qarşısında, rəqib qarşısında, azarkeş qarşısında, ümumi ictimaiyyət qarşısında qalib gəlməsi üçün, yəni bu insan hər bir şey eləyəcək. Yəni bu insan yaxşı mənada hər bir şey eləyəcək ki, komandası qalib gəlsin. Ona sənin, mənim düşüncəm o qədər maraqlı deyil. Amma yəni o da axırda uçurma aparır. Hələ sezon sonuna var. Yaxşı nəticələri var, amma yəni ki mənim Rəşad Sadıqovla hər hansı bir problemim yoxdur. Sadəcə məsələ burasındadır ki, ictimaiyyəti verilən açıqlamalarla belə deyək də yönləndirməyək də. Yəni bunlar ya klubun rəhbərliyin səlahiyyətində olmalıdır, bu limitə nəzarət və yaxud da ki, yəni bu gün klubun rəhbərliyi və ona icazə veribsə 15 legioneri almağa, o Rəşad özündən 15 dənə legioneri alıram, 16 alıram, 17 alıram, yoxdur da. Yəni bu pulu verən rəhbərlik. Rəhbərlik icazə verib ki, bu alır da bunu. Və klub futbolçunun zədəli olmağı, hücumçunun olmamağı, yəni bu da birbaşa baş məşqçi olaraq Rəşad Sadıqovun özünün, yəni orada digər proseslər var da, fiziki hazırlıq məşqçisi var, digər köməkçi, o birisi. Bax bu keçən proseslərdə ən yaxşı halda Vincent Till Sabah belə deyək də, məncə o qədər qeyri-peşəkar bir klub deyil ki, futbolçu zədəsi o qədər ciddi olmadan onunla yolları ayırsın. Və özdə Vincent Till Sabahda 2 mövsüm oynadı, cəmi cümlətlərin 15-20 oynadı demək olar ki, çünki zədəli və onunla yolları ayırdılar. Sən bu zədəli futbolçunu yenə də transfer edirsənsə, meydana çıxartmamış, onunla müqaviləni ləğv edirsənsə, artıq mən burada şübhələnərəm. Həm sənin scout heyətindən bağlı şübhə doğurar məndə, iş prinsiplərindən bağlı, həm həkimlərin, həm də ki özünün ki, qardaşsan, görürsən ki, bu zədəli damı niyə transfer edirsən? Burada birbaşa onu yoxlayan, hansı ki zədələrini yoxlayan, onu Rəşad Sadıqova o məlumatı verən birbaşa problem oradadır. Rəşad Sadıqov gedib oyunçunun dizinə baxmır, Rəşad Sadıqov gedib oyunçunun belinə baxmır və bunlar haqqında bax deyirsən ki, bütün hər şeyə özü nəzarət edir. Özü nəzarət edirsə, məncə onun dizinə də baxardı, belinə də baxardı və o vəziyyətdə ora gətirməzdi. Qəbələ Qarabağda qarşılaşdı. Fantastik bir oyun oldu. Qəbələ biraz peşəkarlıq, yəni oyunçularda bir balaca keyfiyyət yüksək olsaydı, bu oyundan ən azı 1 xal, hətta 3 xal da ala bilərdi. Düzdür, Qarabağ Qurban Qurbanov tam bir aspektli heyət çıxartmışdı. Başdan əvvəl demək olar ki, ikinci heyət saymaq olardı. Sonra düzdür, gördü ki, oyun getmir, ağır artilleriyanı yenə oyuna buraxdı. Sadəcə Nərimanı buraxmadı və qalib gəldilər 2-1 hesabı ilə.
çox maraqlı oyun oldu. Əvvəllər Qəbələ Qarabağ qarşılaşmalarında stadion, Qəbələ Neftçi oyunlarında stadion dolu olardı. Burada da az-maz canlanma var idi, amma bu mövsüm nəticələrinə görədimi, nəyə görədimi, yəni bu stadion tam dolmamışdı. Ona rəğmən belə maraqlı oyun getdi. Sən nə gördün qarşılaşmada? Qarabağdan götürəndə həqiqətən də yəni komanda həm fiziki, həm psixoloji yorğunluq var. Bax, rotasiyalar deyilir heyətdə, nə qədər rotasiya eləsə, ümumən komanda yorğun olduğu görsənir. Buna baxmayaraq da yenə ikinci heyətdə buraxsa, lap üçüncü heyətdə buraxsa, çempionatda istənilən komanda ilə rahat şəkildə qələbə qazanma imkanına malikdir. Mən ən belə düşündüyüm yaxşı hal bugünkü güncə Qarabağla bu qış fasiləsində Qarabağ üçün bir böyük jackpotdur da, yəni özünə gələcək. Ondan sonra yenə də işini lazımi qaydada bərpa edəcək və biz ümumən Respublika, biz millət adından, Azərbaycan adından Qarabağa təşəkkürümüzü bildirməliyik ki, bizə həqiqətən futbolu bu qədər xoş yaşatdı. Bu qış fasiləsinə qədər, bundan sonra da onlara uğurlar arzulayıram. Qəbələyə götürsək, Qəbələ də oyunda Qarabağa qarşı baxmayaraq ki, Qarabağda birinci, ikinci heyət yoxdur. Yəni Qarabağ ümumən orada keyfiyyətli futbolçulardan yığılmış bir komandadır. Yaxşı mübarizə apardı, qolunu da vurdu. Orada qapıçının bir səhvi var idi. Düşünürəm ki, texniki bir səhv idi. O da pis qapıçıdır, yaxşı qapıçıdır. Texniki bir səhv idi. Amma Qəbələ haqqında onu deyə bilərəm ki, yəni qış fasiləsində gəldik, çatdıq. Karvandır, Qəbələdir, Kəpəzdir. Bu komandalar oturub ciddən düşünməlidirlər ki, əgər biz gələn ildə mübarizəni davam ediriksə, yəni çox ciddi addımlar atmalıyıq. Yaxşı futbol oynayır, amma nəticələr o deyil. Bu sezon bitəndən sonra onların yaxşı futboluna görə və yaxud yaxşı mübarizələrinə görə çempionatda saxlamayacaqlar, heç bir qiymətləndirmə olmayacaq. Ona görə də indi fasilə var, fasilədən maksimum istifadə edib və ciddi düşünməlidirlər. Oyunda xüsusi 3 məqam oldu. Birincisi, oyun gedə-gedə KXB Xaracinin baş hakim Əli Əliyevi təhqir etməsi oldu. Bu da Sipsi Sportun efirinə düşüb. İndi buradan hakimin AFFA İntisam Komitəsinə müraciət edirəm. Yəqin ki, 4-cü gün, həftənin 4-cü günləri, cümə axşamları günləri açıqlanır təyinatlar. Ola bilər ki, indi tur tez qutarıb deyə bəlkə tez açıqlansın. Nəysə. Efir gedə-gedə bir Gürcüstan vətəndaşı Azərbaycan vətəndaşını təhqir edir, hətta valideyn təhqir edir. Yəqin ki, bunu AFFA nümayəndəsi öz protokolunda qeyd eləməyib. Amma bu efirdə görsənib. Bunu media qurumları vasitəsilə işıqlandırıblar. Saşa İliçi jestə görə Samir Abbasovu oyundan sonra hakimi təhqir elədiyinə görə 4 oyunluq cəzalandıran, hətta 10.000 manat cərimə kəsən AFFA İntisam Komitəsi burada valideyn təhqiridir. Yəni rus dilində bilənlər, başa düşənlər başa düşdü söyüşü. Ən yaxşı halda 6 oyunluq mən deyirəm ki, cəzalanmalıdır. Əgər şəxsə birbaşa məsəl üçün üzr istəyirəm, İlkin Kamalı, Kamal İlkini söyürsə 4 oyun 10.000 manat pul cərimələyirsənsə, bir şəxsin valideyni təhqir eləməyə görə ən aşağısı 6 oyun və nə bilim 20.000-dirsə 20.000 cəzalandırmalıdırlar. Olmaz. Və bütün Azərbaycan eşitdi. Şərhçi də hə fırlatmağa çalışdı məsələni, ha zarafata salmağa çalışdı. O olmaz. Olmaz. Bu qaydada bu şeyləri, ümumiyyətlə bu cəzaları sərtləşdirmək lazımdır. Yəni kimisə valideynini meydanda fərq yoxdur, futbolçunun, məşqçinin, hakimin, hər kəs üçün valideynləri, doğmaları əzizdir. Bu təhqirlərin qarşısını almaq üçün yüksək cəzalar olmalıdır ki, hansı ki bunlar bilməlidir ki, bunun qarşılığında bu nələr itirəcək. Ona görə də yəni KXB mən hörmət elədiyim bir məşqçidir, amma oyunun aqressiyasından yaranır, nədən yaranır, amma bir təcrübəli məşqçi olaraq bu söyüşü etməməlidir. Bir də gəlibsən sən burada
bizim Azərbaycanda sən özünə karyera davam elətdirirsən, pul qazanırsan, ailəvi dolandırırsan, hər bir şeyi burada elirsən və burada sən bu ölkənin vətəndaşını söyməyə heç bir ixtiyarın yoxdur. Və ümumiyyətlə mən Rəhim Həsənova səslənirəm buradan Hakimiyyət Komitəsinə. Qardaş, bu Əli Əliyev Qarabağın əvəzedici heyətinin üzvü olub. İllərdir Qarabağda çıxış edib akademiyada. Bunu bilməyən yoxdur. Ölkədə yəni okey də azarkeşlər bilməyə bilər. Amma bütün jurnalistlər, bütün Hakimlər Komitəsində sən bunu niyə Qarabağın oyuna təyin edirsən ki, qardaş? Mənə niyə şübhə verirsən? Mənim ağlıma nə şübhə verirsən? Yəni Qarabağın sabiq futbolçusu 5-6 il keçib, özü çox uzun müddət deyil. Sabiq futbolçu Qarabağın oyunu idarə edir. Ola bilər peşəkar müqavilə imzalayıb, peşəkarlıq məsələsini vurğulaya bilərsiniz, amma bu Azərbaycanda futbolçu İctimaiyyətdə normal fikir formalaşdırmır. Bəli, futbolçu öz komandasının oyununa pul qoyub pul udub, pul qoyub pul uduzub. Nə peşəkarlıq, nə sən mənə şübhə verməməlisən, ay Rəhim Həsənov. Bu məsələlərə diqqət etmək lazımdır ki, yəni Əli Əliyevi ümumiyyətlə Qarabağın əla hakimdir, yaxşı idarəçiliyi var, bütün qərarları bir-iki epizod oldu, penalti epizodu ilə bağlı dərhal yerində reaksiya verdi, ayağa qalx dedi. Amma bunu Qarabağın oyunlarına niyə təyin eləməlisən ki? Və ölkəni bir-birinə qatan və mənim sualımdan sonra Qurban Qurbanov coşdu. Mən futbolçunun Pedro Bicalio'nun burada müzakirə etdiyimiz məsələni Qurban Qurbanovdan mətbuat konfransında soruşdum və sanki dərdi açıldı, ürəyi açıldı və dedi ki, Qarabağ uşaq bağçası deyil, Qarabağ yoldan ötən klub deyil, oyuncularını əllərindən almağa çalışırlar, belə başa düşdüm və ən axırıncı bir sözü mən necə saxlayacağımı klubu bilmirəm. Belə bir üsyan və narazı açıqlama bildirdi və ikinci bir sual da dərhal verdim ki, o bildirdi ki, o oyuncuların başı gedib. Birinci dəfə idi ki, Qurban Qurbanov mən aşağı yuxarı 1000-dən çox qrup etiraf elədi ki, bu şeylər, bu yazılanlar, bu təkliflər, bu zənglər komandaya yox, yazılanlar yox, yəni təklifləri, konkret yazılanlarla bağlı jurnalistik biz tapmışıq məlumatı danışırıq. Təkliflər də, yəni hər menecer oradan çıxır bir təklif eləyir, futbolçunun özünə çıxır. Bu komandanı ümumiyyətcə yəni çalxalayır, dağıdır. Hə, mən aşağı yuxarı 1000-dən çox Qurban Qurbanov mətbuat konfransında olmuşam. Birinci dəfə ki, söz tapa bilmədiyini görürəm və loru dildə söz ifadə etdiyini, yəni başı gedib deyə bir söz ifadə etdiyini görməmişdim. Öyle aqressiyadan, yəni ağıllarını itirirlər, efirə qapılırlar demək istirdi təbii ki. Və İlkin Sultan olaraq Sport biraz saytı olaraq bu məsələni araşdırmışıq. Qurban Qurbanovun hansı təklifə bu qədər əsəbləşdiyini tapmışıq. Biz dünən saytımızda, Sport Biraz saytında belə bir məlumat getdi. Rumıniyanın FKSP klubu Toral Bayramovu transfer etmək istəyir. Bununla bağlı müraciət olunub kluba və detalları da bizdə var, detallar da bizdə var. Toral Bayramovun özünə illik bir saniyə daha da dəqiqləşdirək məlumatı. Bəli, Toral Bayramovun özünə 40.000 aylıq avro əmək haqqı təklif edirlər. İllik 400.000. Qarabağa 200.000 avro transfer qiyməti təklif edirlər. Yəni Turalı Qarabağdan almaqdan ötürü 200.000 avro təklif edirlər. Rumıniya klubu və birbaşa klub rəhbərinin özündən gəlib Qarabağa. Bu əminlikdən də olmasa da mən bilirəm ki, bu təklif Qurban Qurbanovu və Toral Qarabağ rəhbərliyini özündən çıxardıb. Çünki bu dəqiqə üçün bu performansla, düzdür, son zamanlar əsas heyət üzvü olmasa da, bu performansla Toral Bayramovu 200.000 avroya o gülünc bir təklifdir. Gülünc təklifdir. Çox gülünc bir təklifdir. Toral kimi bir futbolçuya
Yəni mən neçə illər əziyyət çəkmiş bir kluba 200 min Yetişdirmişəm özüm futbolçunu. Yetişdirmiş, bugünkü gündə toral eləyən bir kluba, onu toral eləyən bir kluba 200 min təklif eləmək, yəni bu klubun Qarabağın strategiyasından, digər şeylərdən xəbəri yoxdur yəqin ki. Məhz bu məlumat bizim redaksiyaya daxil olandan sonra bildim ki, Qurban Qubov nəyə əsəbləşmişdi. Elə yaxşı oldu da ki, bizim Pedro Bicalho ilə bağlı burada fikirlərimizdən sonra sualı da ünvanladıq və mən əminəm ki, o videonu da görüblər, Qarabağ rəhbərliyi, Qurban Qurubovu da göstəriblər. Elə dərdi də açıldı Pedro Bicalho ilə bağlı məsələlərdə və ən çox da mən bilirəm ki, Yankovicə olunan təklif onu daha çox əsəbləşdirir. Yaponiyadan səhv eləmirəmsə bir təklifi var və futbolçunun özünə kifayət qədər yaxşı pul verirlər, amma kluba yenə burada başdan çaşqınlıq sözdü. salırlar da, futbolçunu demək olar ki, klubdan soğutmağa çalışırlar. Elə də olur deyəsən. Yəni elə də soğutmağa çalışırlar. Bu da istər-istəməz baş məşqçini narahat edir. Yəni o Yankovic kimi bir futbolçunu itirmək və hansı bir xırda bir məbləğlə, yəni normal bir yaxşı bir məbləğ olsaydı, hardasa düşünüb onun yerinə də həmin məbləğdə oyunçular tapmaq olardı. Amma xırda bir məbləğə bu digər klubların strategiyası belədir. Yəni bir çox klubun ki, birinci ilk növbə futbolçunu şirinləşdirirlər yüksək məbləğlə. Futbolçunu sıradan çıxardandan sonra klubunu baxırlar ki, futbolçu sıradan çıxıb və klubuna kiçik bir məbləğ təklif edirlər ki, zaten futbolçu görürlər ki, psixoloji heç yoxdur burada. Klub ona razılaşar, bəlkə gedər. Amma düzgün bir strategiya deyil, yəni Qarabağ bilir işlərini, necə görəcəyini yaxşı bilir. Araz Naxçıvan Şamaxını 2-0 hesab ilə məğlub etdi. Bir çoxları üçün Elmar Baxşıyevin ölüm qalım maçı idi bu. Mənə də çox qəribə gəldi ki, nəyə görə bu ola bilər ki, məğlub olsaydı gedərdi, amma Elmar Baxşıyev üçün bu sadə bir qarşılaşmalardan biri olmalı. Çünki nə Araz Naxçıvanın büdcəsi Şamaxıdan zəif deyil, nə də heyəti. Şamaxı da yəni, mən inanmıram ki, yəni Patrik Andrade səviyyəsində və yaxud da ki Simakala səviyyəsində və yaxud da ki Charles Boli səviyyəsində bir oyuncular və legionerlər var. Sadə bir oyun idi, Araz Naxçıvan udmalı idi, mən belə düşünürəm və uddu da. O başqa məsələ ki, Araz Naxçıvan rəhbərliyindən kimsə və yaxud da kimlərsə, ümumiyyətlə rəhbərliyindən olmayan kimsə və yaxud da kimlərsə Elmar Baxşıyev istəmir və belə bir müzakirə yaradır. Amma yəni təbii ki, çempionluğa oynamaq istəyən və yaxud da ki, Avrokuboklara oynamaq istəyən komanda Şamaxını rahat şəkildə məğlub etməli idi. Mən o deyirsən Elmarı istəmirlər və belə bir şey yaradılar. Məncə əgər istəməsələr idilər, bu oyun qələbə qazana bilməzdilər. Yox, futbolçulardan söz getmir. Rəhbəri ola. Futbolçular yəni Şamaxı Araz Naxçıvandan çox üstün futbol oynadı. Yəni epizodlara baxsaq mən deyərdim ki, yəni oradakı qol epizodlarında da yəni müdafiə xəttinin böyük səhv var, kobud səhvlərinə yol verdilər orada. Amma Şamaxı bu oyun mən düşünürəm ki, yəni 4 top, ən azı 4 top. Yəni bütün hələ mən başqalarını hesablamıram. Yəni reallıq olaraq ən azı 4 top vurmalı idi Araz Naxçıvana və 4-2 və 4-1 və belə, yəni 3-1 belə bir hesabla Şamaxının. Yəni oyuna baxsan, nəticəyə baxsan tamam fərqli bir şeylərdir. Bu oyunda da yaxşı futbol izlədik. Yaxşı sürətli futbol keçdi. Şamaxının epizodlarının sayı hesabı yox idi. Yəni Araz Naxçıvana qarşı. Yəni bu dəhşət bir göstərici idi. Amma qələbə qazana bilmədilər. Yəni yekunda möhtəşəm bir futbol oynadılar. Epizodlara girdilər, epizodlardan heç bir istifadə edə bilmədilər. Amma yekunda hamı deyir ki, yaxşı futbol oynadı, yaxşı futbol nəticə deyil də. Yəni bugünkü gündə onlara nəticə lazım idi ki, daha da yuxarılara getsinlər. Məncə Elmar Baxşıyev və Araz Naxçıvan göstərir ki, Şamaxı bura bizim keçən həftə danışdığımız Avrokuboklara can atmaq üçün tezlənir. Yəni sən dediyin kimi elə bir ki, Araz Naxçıvan burada keyfiyyət həll elədi. Şamaxıda o keyfiyyət olmadı. Bütün oyunu demək olar ki, 90 dəqiqə Şamaxı idarə elədi.
hər bir şeylədir də futbolda meydanda pozisyonlu, hücumlar, standart vəziyyətlərdən hər bir şey necə qol və epizodlar yaradılmalı, hamısını elədi. Amma qol vura bilmədi. Sadəcə xırda düşən epizodları keyfiyyət öz sözünü dedi ki, Araz Naxçıvan qolla nəticələndi. Vəsə. Bununla da oyun bitdi. Sosial şəbəkələrdə Naxçıvan şəhər stadionunun vəziyyəti ilə bağlı bir video paylaşılıb. Yəni Naxçıvan kimi şəhərin stadionu o günə qalmamalıdır, o vəziyyətə qalmamalıdır. Klub rəhbəri ilə müsahibələrimizdə hər dəfə deyilir ki, orada işlər gedir, işlər başlamaq üzrədir. Yaxın vaxtlarda məlumat veriləcək, amma həmin video sübut edir ki, heç bir iş getmir. Heç nə yoxdur ortalıqda. Yəni bilmirəm bu Naxçıvan şəhər stadionu kimin balansındadır dəqiq xatırlamıram. Amma yəni o stadionu o vəziyyətə salmaq olmaz. Birincisi stadionlar bilirsiniz dövlətin malıdır. Yəni dövlətin malına belə zərər vermək olmaz. Naxçıvanda mən oynamışam orada. 6 ay biz o vaxt oynadıq orada, sonra komandanı dağıtdılar. Yadımıza gəldi. Yəni Bakıya Qarabağla oyuna gəldik. Qarabağla oyundan sonra bizə zəng elədilər, dedilər ki, yəni komanda fəaliyyətini dayandırdı. Orada qəşəng bir stadion var, biraz bərpa ehtiyacı var. Həqiqətən də özü cəmaət də yəni futbolu sevir. Onlar üçün bir tamaşadır, onlar üçün bir orada elə həftə sonları bir istirahətdir futbol üçün. Mən düşünürəm Naxçıvan komandası Araz Naxçıvana qarşısa, o stadion bərpa olunsa, hər komanda üçün çətinlik yaradacaq orada. Təbii ki, çətinlik olacaq yol. Yoldan da əlavə, yəni baskısı. Yol inandırım buradan Tovuza getməkdən asandır. Təbii ki, hə, təyyarə tapsınsa. 1 saatlıq, 45 dəqiqəlik təyyarə ilə yol. Yəni orada bir problem yoxdur. Yol Tovuza getməkdən, məsəl üçün Gəncəyə, Yevlağa getməkdən çox asandır orada. Məncə burada klublarımızın peşəkarlığı baxımından bəzi dəyişiklik etmək lazımdır. Məsəl üçün ancaq dövlətin verdiyi pul hesabına maliyyələşmək lazım deyil ki, məsəl üçün Qarabağ Qəbələyə charter reysinin təyyarə ilə getmişdi. Nə yorğunluq var idi. Həmin günü oyundan 3 saat qabaq Qəbələdə olmuşlar. Gəldilər 1 saat yarım yox, üzr istəyirəm, 2 saat qabaq Qəbələdə olublar. Yarım saata aeroportdan stadionadır. Yəni 1 saat yarım öncədən stadionda olması. Vəssalam, oyunda bitən kimi avtobusa minib getdilər təyyarə ilə 40 dəqiqə, 15 dəqiqə, 20 dəqiqə aeroportda oldular. Oradan da yəni indi bu Qarabağ səviyyəsidir. Mən də onu deyirəm ki, yəni klublarımızın özünün yəni normal bir büdcəsi olsa, misal üçün də, yəni bu Neftçi Qarabağdan büdcə baxımından heç də geri qalmır. Sabah Qarabağdan heç də geri qalmır. Aşağı yuxarı çempionluğa oynayanlardan Turan Tovuz geri qalır. Bəlkə də biraz uçurum var. Zirə geri qalır. Yəni bu olmasın. Əgər öz rahatlığı istəyirsənsə, yol yorğunluğu olsun zət istəmirsən. Tovuz eləmişdi. Tovuza gedəndə, yəni Adrenli bir dənə polis. Bəli, Zirə əlavə bir qatar tutur özünə. İndi Tovuz lap çox gəlib gəldi. Yəni bu əlavə bu şeyləri. Məsəl üçün keçən oyun bilmirəm nə iləsə bağlı. Tovuz 2 avtobusla getmişdi futbolçular. Yəni bir avtobusa yox, bir avtobus sığmırlı yox, sığırlar. Sadəcə rahatçılıq üçün 2 avtobus tutmuşdu. Yəni baxırsan ki, nəzərə alırlar, amma bu gün maliyyə durumları o. Yəqin Yevlaq olar, oradan yaxındır deyə. Yox, Bakıdan Tovuza gedəndə kimlə oynayır Tovuzda? Sabahla oynayır. Səhv eləmirəm. Sabahla oynayır, 2 avtobus getmişlər. Yəni digər oyunlara da məsələn uzaq məsafələrə 2 avtobusla gedirlər. Futbolçular 2-2, 1-1 oturmasın. Yəni bir 4 dənə belə sənə kreslo verilsin futbolçunun birinə də rahat şəkildə. İndi bu addımlar atılır. İndi Qarabağ bunların Qarabağ olmağına hələ biraz vaxta ehtiyac var. İnşallah ki Qarabağ kimi bir komanda bir neçə komanda formalaşsın. Bu bizim üçün xoş olar. Amma məsəl üçün bu charter reisdir. Bu futbolçusunu düşünür. Yəni burada komanda bax bir adi avtobusla gedən futbolçular var da, məsəl üçün mən özüm getmişəm də. 20-25 dəqiqədən sonra ayaqlarımız dolur. Bəli. Vallahi yəni mən onu dəfələrlə görmüşəm də. Yəni hardasa məsələn Bakıda qalırsan, Sumqayıtda oyuna gəlirsən, məsələn Sumqayıtdan otel tutmayıbsan. Buradan Sumqayıta gedənə qədər istər-istəməz ayaqların dolur. Çünki gündəlik sənin ayaqların o yüklənmədə olan ayaqlar olduğuna görə bu çətinliklər yaradır. İnşallah gələcəkdə
komandalarımız bu səfər, uzaq səfərlərə hansı Nəzərə aeroportlar var, onlara belə Qarabağ kimi charter reyslərlə gəlib gəlirlər. Və 2025-ci ilin son qarşılaşması Sumqayıtda keçirildi. Sumqayıt Sabaha 1-3 hesabı ilə məğlub oldu. Masazır klubu, Masazır təmsilçisi tarixində ilk dəfə qış çempionu oldu. Gözlənilən idimi? Sabahın son oyunlarına baxanda bu gözlənilən bir nəticə idi. Yəni Turan Tovuzu məğlub elədi, Qarabağı məğlub elədi, təxirə salınmış oyun, Dalına Sumqayıt gözlənildi. Biraz məsəl üçün deyirdin ki, Sumqayıt öz yerində yaxşı mübarizə aparır hardasa, amma Sabah üstələdi. Yəni bugünkü performansından Sabah hər tərəfli üstələdi. Bir də Sabahın son oyunlardakı vurduğu qollara baxıram mən. Demək olar ki, hamısı bir-birinə bənzər qollardır. Demək olar bunun üzərində işləyirlər, bunun üzərində həm standart vəziyyətlərdən, həm hansı ki o ara topları var, 20 metr, 15 metr, nə bilim 30 metr yerlə verilən ara topları var. Hansı Qarabağda keçdi, Tovuza da keçdi o və Sumqayıtla oyunda da həmən ara pasları keçdi. Hansı ki gündəlik işlənilən şeylərdir. Bunlar görsənir ki, bunun üzərində çox dayanırlar. Sabahın mənə ən maraqlı qış fasiləsindən dönüşü, yəqin orada da 1-2 futbolçu alırlar, komandanı gücləndirirlər, amma bu dəqiqə baxırsan o qədər də bir ehtiyac yoxdur. Amma necə olacaq? Bu performansı, stabilliyi saxlaya biləcəkmi? Bax, burada biləcək məşqçinin işini. Ki, məşqçi hansı formada komandanı qış dönəmindən sonra qaytaracaq. Sumqayıtla bağlı, Sumqayıt bəyənirdim bunları, xoşlayırdım bunların oyunlarını, hər bir şeyi. Bu komanda demək olar ki, qarşısına bilmirəm hansı məqsədlər qoyulub, amma normal şəkildə qış fasiləsinə qədər istənilən bu nəticə, hansı ki nəticə qazanıblar, bu onları məncə qane eləməlidir və yaxşı da futbol oynayırlar. Qarşısında Sabah kimi bir rəqib var idi, mübarizə apardılar, amma keyfiyyət, Sabahın oyundakı sürəti Sumqayıta imkan vermədi. Son artırılan 6-7 dəqiqədə biraz üstünlük əldə elədilər. O da ki, məlum məsələ idi ki, 3-1-dən sonra Sabah sadəcə oyunun bitməsini gözləyir. Mən Sumqayıtı bir bazı tərifləmək istəyirəm. Təbii ki, Premier Liqanın liderini oynayırdı. İstənilən halda Qarabağın oyunlarda favorit Qarabağ hesab olunursa, artıq Sabahla oyunlarda bəlkə də Qarabağın oyundan başqa bütün oyunlarda Sabah favorit hesab olunmalıdır. Və Sumqayıt da belə deyək də 3-0-dan sonra düşünürdüm ki, averaj olacaq 4-5 falan ola bilər, amma yəni yaxşı mübarizə aparıb hesab arasındakı fərqi az da olsa azaltdılar və doğma meydanda normal mübarizə apardı. Sabah favoritdir və bu büdcə ilə yeni baş məşqçi gəlir, Azərbaycan Premier Liqasını tanımır, sıfırdan yığılan bir komanda olur. Demək olar ki, bu büdcə ilə, bu heyətlə, bu dəqiqə üçün 5-ci yerdədirlərsə, Araz Naxçıvan, Neftçi kimi komandaları qabaqlayırlarsa və demək olar ki, Turan Tovuzla oyunu saymasaq və az qalasa Zirə ilə eyni xal yığıblar. Yəni, alqışa layiqdir. Sabah isə həqiqətən mən deyə bilməyəcəm çempion ola bilərlər. Amma ötürmə verişi başlayandan və indiki dövrə qədər mən hər dəfə demişəm ki, bu mövsüm əsas namizəd Sabah və Qarabağdır. Amma hansı çempion olacaq, ona artıq zaman göstərəcək. Sona qədər mübarizə aparsın. Sona qədər mübarizə də əsas odur ki, hakimlər hər hansı bir klubun haqqına girməsinlər verdikləri qərarlarla və ümid edirəm ki, yəni belə bir şeylər də olmaz. Çünki son zamanlar ən çox hakimlər haqqında deyilən sözlər bu olur ki, Qarabağın hakimlərin köməyinə ehtiyacı yoxdur, Sabaha kömək oldular. Bu söhbətlərin olmaması üçün, çünki bu dəqiqə üçün bu iki klub çempionluğa oynayır. Bu klubun oyunlarında xüsusi nəzarət olunmalıdır, xüsusi diqqətli olunmalıdır ki, Varda oturanlar da təcrübəli şəxslər olmalıdır. ki, Və Sabah birisi gün Azərbaycan futbolunda yaratmasın. bəli də biabırçılıqlar olmasın və deyilməsin ki, bu klubu dartdılar,
Qarabağa, nə bilim, Sabahı dartdılar. Qarabağa hakimlərin simpatiyası var idi, ona görə oldu. Yəni belə söz-söhbətlərin olmaması üçün Rəhim Həsənov çox çalışmalıdır və biz də ona güvənirik, inanırıq. Və Əlimizə tuz kozur verməyin. Əlimizə Ora- tuz kozur verməyin ki, biz də danışmayaq. Yəni həqiqətən çox gərgin bir mübarizə gedir. Yəni hər iki klubun rəhbəri ilə də danışırıq, mətbuat xidmətləri ilə danışırıq ki, yəni ikisində də bir Qarabağ əlindən çempionluğu vermək istəmir. Sabah da artıq o bəlkə olduq düşüncəsi yaranıb. Çünki keçən il kuboku götürüblər. Bu il də artıq Premyer Liqanın qalibi olmaq istəyirlər. Ola bilər ki, bu il dubl eləmək istəyirlər. Yəni iki cəhbədə iki komanda mübarizə aparır və ora kubokun finalında da bu komandalar yenə qarşılaşa ora bilər. Zirə, Tovuz, orada Neftçi də qoşulsaydı Daha fantastik olardı. bu vəhşi möhtəşəm olardı. Yəni hər tur inandırım azarkeşlər də daha çox gələrdi, daha çox mübarizənin içində olardı. Verilişi yekunlaşdırmamaqdan öncə müəyyən sualım var. Hamının maraqla gözlədiyi bir məqam Keçən var. həftə Şahrudin məsələsində bütün respublika məni Yox, onu ayrıca oynayacağıq, onu ayrıca şey deyəcəyik. Hər il Futbol Plus qəzeti ilin ən yaxşı futbolçusunu açıqlayır və seçimlər var və Futbol Plus qəzetinin sadəcə və sadəcə siyahısını müzakirə etmək istəyirəm və istəyirəm ki, sənin də fikrin maraqlıdır. Sən kimi ilin ən yaxşı futbolçusu hesab edirsən? Siyahıda yer alan futbolçular Abdullah Xaybullayev, Anton Krivaçuk, Bəhlul Mustafazadə, Ceyhun Nuriyev, Elvin Cəfərquliyev, Xəyal Əliyev, Qismət Aliyev, Nərman Axundzadə, Rüfət Abbasov, Toral Bayramov. Mən 4 il yarım Futbol Plus-da işləmişəm. 4 il yarım. Bu dəfəki siyahıdan heç də xoşum gəlmədi, açığı. Düzdür, futbolçu da yoxdur. Yəni ortalığa çıxacaq, yəni bunlar nəsə ediblər, amma mən Ceyhun Nuriyevin mən oradan yəni və hər bir Abdullah futbolçuya hörmətim var. Hər bir futbolçu mənim üçün dəyərlidir orada. Hamısının xətrini çox istəyirəm, amma Elvin Cəfərquliyevin performansı bir pillə yuxarı sayıram və Elvin Cəfərquliyev deyərdim. ilin ən yaxşısını Elvin Cəfərquliyevsən. Siyahıya kim salınma bilərdi? Hə, bu siyahıya kim salına bilərdi? Biz Azərbaycanda futbolçu qalmır, siyahıya. Mən Rüfəti də salardım. Rüfət var. Var. Rüfət Abbasov var. Şamaxın. Bəli. Hə, Rüfətdir. Ondan sonra kim var orada yerli futbolçu? Mahirin kənarda qalması biraz düzdür, çox oynamadı cəmi, amma Bundesliga 2-də 7-8 top vurdu. Siyahıya salardılar Mahirdə. Salınmaq ola bilərdi. Açıq mən də ilin ən yaxşı futbolçusu olaraq Elvin Cəfərquliyevə. Yəni bu gün Elvinin performansı Allah qorusun hər şeydə, yəni bir zədədən bəladan qorusun. Çox yüksək performansdadır. Həqiqətən də mən də oyunu izləyirəm, bəyənirəm. İkisi də Toralla eyni mövqedədirlər demək olar ki, ikisi də bir-birinə demək olar yaxın bir futbolçular, amma bir pillə Elvin Cəfərquliyevin performansını daha çox bəyənirəm. Bizə ayrılan vaxt başa çatdı. Yəqin ki, növbəti buraxılışımız 2026-cı ildə çəkiləcək. Bir çoxları bildirir ki, Şaxta Baba arzuları yerinə yetirir. Mən də buradan Şaxta Babaya müraciət etmək istəyirəm. Ümid edirəm ki, 2026-cı ildə ən azı 3 komandamız Avrokuboklarda iştirak edər. Ümid edirəm ki, milli komandamız Ayxan Abbasovun rəhbərliyində FIFA serisdə Oman, Sierra Leone və St. Louis komandalarından böyük ehtimal qarşılaşacaq bizdə olan məlumata görə. Onları məğlub edər. Ən yaxşı hal Sierra Leone ilə biraz şübhəlidir, amma ümid edirəm ki, Millətlər Liqasında 2026-cı ildə Ayxan Abbasovun komandası qalib olar və yenidən C Liqasına qayıdarıq. Ümid edirəm ki, hakimlərlə bağlı hər hansısa bir söz-söhbətlər olmaz. Oyun alğı-satqısı ilə bağlı hər hansı söz-söhbətlər olmaz. Hər şey gözəl olsun, bayramımız mübarək olsun. Sağ olun, salamat qalın.